Değerli izleyiciler, ben siyasi bloger Elnur Aliyev. Videoda gördüğünüz Türkiye'nin prezidentidir. Tayyip Bey. Ve bu Tayyip görürsünüz ki elini uzadır ki uşaq onu elinden öpsün. Uşaqdır da bunu elinden öpmür. Ve uşağın üstüne şillə vurur. Ama yabancı bir uşaq Tayyip'in elinden öpmür. Tayyip hemen uşaqların elinden öpür. Yani insan gərək bu kadar mı götə girən olar? Hə? Ay Tayyip Bey. İnsan gərək götə girən olar bu kadar. Öz Türk uşağının elinden öpmürsən, ama başka bir yabancı bir uşağın elinden öpürsən. Niye? Səbəb nədir buna? Hə? Çünkü sizlerin çoxsu yavşaksınız. Sizin dildə desək, yavşaksınız. Özünkülərə qiymət vermirsiniz. İlham Əliyev də sənin kimidir. Öz millətinə, öz xalqına qiymət vermir. Başka bir xalqın uşaqlarına, başka bir xalqın nümayəndələrinə qiymət